Allahın sizə ruzu olaraq verdiyindən Allah yolunda xərcləyin. Ümumiyyətlə, sədəqə məfhumu ki var, qardaşlar. Bax, nə üçün deyilib ki, sadaqa? Çünki insanın Allahla olan sadiqliyinin nümunəsidir. Yəni, sədəqə ibadətinin xüsusi yeri var ha. Sədəqə ibadəti barədə Quran və sünnədə gələn faydalara baxırsan, dəhşətdir. Ona görə bir hədisdə gəlib ki, وَالصَّدَقَةُ burhan. Burhan nədir? Dəlil, vadih, açıq dəlil. Əgər burhan dəlil olsaydı, onda dəlildən burhanın fərqi nədir? Burhan daha açıq bir dəlildir. İnsanın o sədəqə əhlinin imanına açıq bir dəlildir. Həm bu mənada, həm də o mənada burhandır ki, qiyamət günü onun malından hesab olunanda o sədəqə həmin malın əhli üçün hüccət olacaq, burhan olacaq, bir dəlil olacaq.